Bəli. Salam. Bir neçə dəqiqəlik vaxtınızı ala bilərəm? Sizə nə kömək edə bilərəm? Kömək yox. Sizdən bir neçə şey soruşmaq istəyirdim. Nə barədə? Həyat barədə. Kimin həyatı? Həyat da... Deyəsən mən sizə sual verməliydim, siz yox. Buyurun. Siz bu vaxtacan yalan danışmısınız? Zəhmət olmasa cavab verin. Bəli. Az ya çox. Orta. Bu suallar nə üçündür? Siz ölümdən sonraki həyata inanırsınız? Bəli, amma metempsixozlar kimi yox. Cənnət və cəhənnəmə inanıram. Deməli inancınız var. Bəli. Bu suallar seçim üçündür. Mənim üçün maraqlıdır. Bəs bu inanclarınıza görə nə iş görürsünüz? Məsələn, yaxşı adam olmağa çalışıram. Tənhasız? Yoxsa kiminləsə olmağı düşünürsünüz? Heç biri. Tənha deyiləm. Çünki behiş və cəhənnəmə etiqadı olan adam onların sahibinə də inanır. Odur ki, tənha deyiləm. Ailə həyatı haqqında düşünürsünüz? Əgər atanız bu şirkətin rəisi olmasaydı və siz də xanım Muradi kimi biri olsaydınız, yenə də bu qapını açıb burada oturaraq bu sualları verərdiniz? Verərdim. Bilirsiniz niyə? Yox. Ona görə ki, fikrimi qarışdırıb. Həmin məşhur gecə ki, ata-anam məni zorla gətirdi və səni gördüm. Fikrim qarışıb. Siz heç də ata-anamın mənə zorla tanıtırmaq istədiyi digər şəxslərə bənzəmirsiniz. Deməli, başqa adamlar da olub? Ürəyini istəyən qədər. Anam düşünür gecikib. İndi suallarınızın cavabını aldınız? Axırıncı cavabınız qalıb. Mən mühüm sualların cavabını tez vermirəm. Oruçsuz. Bəli. Bəlkə iftara bizim evə təşrif gətirəsiz. Ürəyim çox istəyir, amma birinci iftarı gedib atamın uşaqları ilə yeməyi daha üstün hesab edirəm. Siz də bura bilərsiniz. Məgər atanızın sizdən başqa kimisə var? Yox, atadan başqa heç kəsim yox. Mən atana məftun olmağa başlayıram. Təbiidir. Bu hissinin qarşısını almağa çalışma. Xoş sənin halına. Bu xoş sənin halına sözünü mənə çoxları deyir. Burada olduğun üçün şadam. Ciddi deyirsən? Hə. Yavaş-yavaş burada artıq olduğumu düşünməyə başlayırdım. Rıza oğlum. Bəli ata. Gel bu sini ne yapar? Sənə ümidvar oldum. Yaxşı qızdı. Sağ olun. Əgər yorulduzsa bağışlayın. Bu gecə yaman sağlıq var idi. Yox, mənim üçün çox xoş keçdi. Ağay Kamyara və anaya da salam getirin. Baş üstə, mütləq. Daha nə? Sağlıqla. Gecəniz xeyrə qalsın. Axırıncı sualın cavabı qalıb ha. Qorxursan? Bir şey var ki, bilmirəm nədir. Yalnız onu hiss edirəm. Elə bu. Qorxma, gecən xeyrə qalsın. Xeyrə qarşı.
Nəhayət ki ayıldın. Elə bildim ölmüsən. Bura haradır? Sen kimsen? Mən Səfdərəm. Səfdər? Səfdər kimdir? Ben seni tanımalıyam. Hə, mən sənin qardaşınam. Kardeş? Benim kardeşim yoktu. Bu qadını tanıyırsan? Dedim, bu qadını tanıyırsan? Anamdır. Mənim də anamdır. Bax, bu mənəm. Adı nə idi? Sorma. Bəs, burada nə yazılıb? Ne için benim dalımca gelmişsin? 100 milyon. Sən mənə 100 milyon borclusan. Neye göre? Mənə bax. Arxa tullanmış bir pas atmış qutuya bənzəyirəm. Dağılmış, sınmış, paslanmış. Görürsən? Mənə bax, qardaş. Düşdüyüm bütün zindanların, çəkdiyim bütün xumarlıqların, bədbəxtliklər, aclıqlar, avaralıqlar qədər sən mənə borclusan, qardaş. Başa düşdün? Hamısı düz 100 milyon olur. Gərək borcunu ödəyəsən. Anladın? Sen ümumiyyətlə hardan çıktın? Anan səni atıb mənim atamın arvadı olanda mən dünyaya gəldim. Anan öldü. Xəbərim var. O məni istəmədi. Məni nənəmə verdi ki, özü ərə geçsin. Onda çox balacaydım. Səndən fərqli olaraq mənim həm atam var idi, həm anam. Amma heç biri yox kimi idi. Sən məndən yaxşı oldun. Nənən öldü və sən bu pullu kişinin oğlu oldun. Mahmud əmi mənim himayəçim idi. Bəs mənim himayəçim kim idi? Mənim atam olsa da yetim böyümüşəm. 11 yaşım olanda atam edam olundu. Anamız keçən il öldü. Mənə dedi ki, bir qardaşım var. Vəziyyəti də əladır. Anamız tapşırıb ki, gəlin məni soyasan. Dedi ki, səndən kömək istəyim. 100 milyon? Rəqəmini özüm yazmışam. Sənin həyatın bundan da dəyərlidir. Getdiyin bu yol səni bir yerə çatdırmayacaq. Bəs sənin getdiyin yol hara çatıb? Cəmaat özünü yalandan Bastaninin oğlu kimi tanıtdırmağın necə? Sən də yolunu yalanla getmisən, qardaş. Mən də yolumu yalanla gedəcəm. Mən kiməsə yalan deməmişəm. Bastani məni öz evinə aparıb, öz adına mənim üçün şəhadətnamə də yazdırıb. Sən də olmusan oğlu. Yaraşıqlı, pullu olmusan. İndi də ki, maşallah, arvad alacaqsan. Maşınındakı o qızın adı nə idi? Sənin keçmiş həyatını bilir? Atanın kim olduğunu. Mən qardaşınam. Mənim arzum var ki, qardaşımın toyunda məclisin yuxarısında oturum. Deyirəm, necədir? Xanımını bizim bu dərvişyana komamıza götürüb gələsən. Yox, yaxşısı budur, bunu elçilik vaxtına saxlayaq. İkimiz də birlikdə elçiliyə gedərik. Gərək hamı bilsin. Sənin necə ayaq yalın uşaq olduğunu bilsinlər. Qardaşın başının tüklərinin sayı qədər məhkəmələrdə hökm aldığını bilsinlər. Hamı gərək bilsin ki, sənin hər şeyin başqasınındır. Adından tutmuş, əynindəki şalvarına qədər. Canımdan nə istəyirsən? Hamıya həqiqətləri demək istəyirəm. Mən Mahmudun əynimə geydirdiyi libasa layiq olmaq üçün canımı qoymuşam. Qardaş, mən də sənə kömək eləmək istəyirəm.
İstəyirəm bu ağır geyim və libasları bədənindən çıxarım. Məni rüsva eləmək istəyirsən? 100 milyonumu diriltmək istəyirəm. Bu pul mənim haqqımdır. Sən ləyaqətli adam olmusan. Mənsə ləyaqətsiz. Ləyaqətli adam olmağın xərci var, qardaş. Sən gərək bu kostyumu geyinən gündən o xərci ödəyərdin. Ya 100 milyonu verəcəksən, ya da səni rüsva edəcəm. Əlimə heç nə gəlməsə də, sənin irəli, mənimsə geri getdiyim o illərin əvəzinə ürəyim rahatlaşacaq. Başa düşdün. Aydın oldu, Zəfər Rəzəvi. Alo, 100 milyonu sənə verəcəyəm. Amma daha sənin o idvar üzünü görmək istəmirəm. Eşidirsən nə dedim? Axşam tərəfi gəl qapıya. Salam, qardaş. Bəs pullar ama? Sandıqdadır. Gəl, bu da pullar. Gəl, gəl. Gəl bura. Neynirsən? Gəl, buranı tanıyacaqsan, gəl. Neynirsən? Birbaşa dərənin dibinə gelirsən. Gərəklə laf əvvəldən birlikdə gedərdik dəryə. Əlimi bura. Ondan məlum olardı kim dərədən yuxarı çıxmağa Mən bacaracaqdı. Geç içəri. Sağ ol. Ne olub oğlum? Sizlə danışmalıyam. Hamınızla. De. Bugün mənim qarşımda iki yol var idi. Biri buydu ki, bütün ömrüm boyu qorxu və həyəcanla yaşayıb yalan deyəm. O birisi də ki, həqiqəti deyib başımı dik tutam. Və hər nə baş verirsə versin qəbul edəyəm. Mən ikinci yolu seçdim. Mən ömrüm boyu elə bir kişi ilə yaşamışam ki, mənə zülmə boş əyməyi öyrətməyib. Mənə öyrədib ki, yalan danışmayım. Və özümə elədiyim işlərə məhsum bilim. Bugün istəyirəm bu kişinin heysiyyətini qoruyum. Odur ki, sizə ən düzünü demək istəyirəm. Həqiqət budur. Mən Rıza Bastaniyam. Atam da həkim Mahmud Bastanidir. Və ömrümün sonuna dək hara getsəm ona borcluyam. Amma doğrusu budur ki, mən Zəfər Rəzəviyəm. Atam da Sabir Rəzəvi idi ki, ölüb. Mənim 2 yaşım olanda ölüb. Anam sürmə sərkuhidir ki, mənim 6-7 yaşım olanda başqa bir kişi ərə gedir və məni nənəmə tapşırır. O da bir il sonra öldü. Mahmud əmi mənim himayəçim olur. Öz himayəsinə götürür. Məni öz qol qanadının altına aldı. Bu da Səfdərdir, ögey qardaşım. Başının tükləri qədər polis bölməsində sabiqəsi var. Mən bu ailədən gəlmişəm, Səfdərin ailəsindən. Amma bu ailədə böyümüşəm. Bugün qardaşım istəyirdi özünə görə, atama görə, keçmişimə görə məndən sükut haqqı alsın. Lakin mən ikinci yolu seçdim. Məni bu kişi böyüdüb. Öz adını mənə verib, gələcəyini mənə verib. Mən də Rıza Bastani olmuşam. Nədir? Biz buyuq. Bizim qanımız murdardır. Duzu yeyib, duz qabını sındırırıq. Gərək yadda saxlayasınız ki, bunun qarnında bir dənə də düz bağırsağı yoxdur. İndi də öz məsləhətinə görə olduğu üçün yalan və doğrudan yan vurur. Çıx bayıra. Bəli, Mənim və oğlumun evindən bayıra çıx. səhv edirsiniz. Qurt quzu ola bilməz. Yalnız quzu geyiminə girə bilər. Bu zər. Yox, lazım deyil. Özümüz yolu tanıyırıq. Heç olmasa sən ehtiyatlı ol. Gələcəyini xarab eləmə.
Adlar insanları yaşatmır. İnsanlar adları yaşadır. Gel. Gel otur. Hele çok işimiz var. Danışılası çok sözlerimiz var. Oğlum. Kızım. Həqiqətən də insanın ömrü sübh veya ötədi. Parıltının sıçrayışı qədərdir.